Bəli əziz izləyicilər, bugünkü gündə həqiqətən sahil əri Bərdə rayonunun hansı kəndində yaşayır. Yəni Bərdəlilər ümumiyyətlə babuş kimləri, Timo kimləri, Timo Qarbaçov, yaşılbaş ördəkləri özlərinə şey eləmirlər ki, bunlar biz üçün adam deyil. Bərdədə olanlar var ki, şəraiti yoxdur. Görürsünüz ha, bu boyda Xudayar, şəhidimiz, Dumanlı dağların başqarlıdır. Dumanların üzrə bir xeymə qurdum, onu oxuyam. Bu uşaq da kasıbdır, bu yetimi bilsə neyiniblər? Boynuna nə bilim, nə şey eləyiblər, o hardasa işə eləyiblər, üstünə pul yığılıb. Yəni mən burada üzümü tutub qurumlara, Mehriban xanım Əliyevaya, Leyla xanıma, prezidentimizə, cənab prezidentimizə və sizə anda verirəm Heydər Əliyevin qəbrinə. Bu insana köməklik eləyin. Bir də Ağsu rayonu Dədə Qorqud küçəsi 13 nömrəli qapıda evim yanıb külə dönüb. Evimin subası barım uçub. Buradan üzümü tutub cənab prezidentə Mehriban xanım Əliyevaya deyirəm. Və Leyla xanıma. Artıq dərəcədə mənə dəstək durur. Cəmaət gedib başını soxmağa yeri var, amma mənim yoxdur. Artıq dərəcədə xahiş edirəm, mənə dəstək durun, mənə köməklik eləyin. Bir balaca da olmasa ev tikdireyim. 3 qardaşıq. Harada qalacaq? Küçədə yatmalı deyirik ki, bizim boyda başçımız var. Cənab prezident və Mehriban xanım Əliyevaya, Leyla xanım. Buradan üzümü tutub Bala Heydərə deyirəm. Qardaşıma dəstək dur, köməkli ilə. Cənab prezident, artıq dərəcədə sizdən xahiş edirəm. Ağsu rayonu Dədə Qorqud küçəsi 13 nömrəli qapı, evim yanıb külə dönüb. Barım uçub, yağış yağanda evimi su basır. Artıq dərəcədə sizdən dəstək istəyirəm, kömək istəyirəm. Sizdən başqa bizim başımızın üstündə bir tək Allahdır böyük. Sizsiz. Və sizi anda verirəm Ulu Heydərin qəbrinə. Dəstək durun, köməkli edin. Bizim də başımızı soxacaq bir evimiz, işimiz olsun. Ev yanında dedilər, sığortası olmasa bu ev düzəlməyəcək. Niyə görə? Biz Azərbaycanlıyıq, Azərbaycan vətəndaşıyıq, Azərbaycanda yaşayırıq. Bizim bu boyda cənab prezidentimiz var, bu boyda bizim anamız var, Mehriban xanım Əliyeva, bu boyda bacımız var, Leyla xanım. Bunlardan başqa kimsə bizə dəstək durmayacaq ki, bir tək Allahdan başqa. Bala Heydərdən və sizi yenə də andı verirəm. Ulu Öndər Heydər Əliyevin qəbrinə. Mən hər onun heykəlini görəndə əlimi qoyub onun heykəlinin ayağından öpürəm. Artıq dərəcə xahiş edirəm, dəstək durun, köməklik edin.